Burada yerli və xarici incəsənət nümayəndələri iştirak edir. Onlar fərqli üslublarda yaratdıkları əsərlərlə həm yaradıcılıqlarını nümayiş etdirir, həm də milli mətbuatımızın 150 illik tarixinə öz töhfələrini verməyə çalışırlar. Söz, çap, forma, birləşən dünyalar simpoziumu məhz bu şüarla reallaşıb. Sənətkarların sihirli əlləri ilə lazımsız kağız tullantıları, çap sənayesinə aid köhnə və sıradan çıxan avadanlıqlar, texniki materiallardan hazırlanan əsərlər sənət nümunəsinə çevrilib. Bu təkcə sənət nümayişi deyil, həm də mədəniyyətlər arasında körpü qurmaq, ortaq dəyərlər üzərində düşünmək və ifadə etmək fürsətidir. Burada hər bir sənətçi fərqli bir baxış bucağı gətirib, amma hamımız ortaq bir mövzu ətrafında birləşirik. Hazırda yanında dayandığım əsərlərim 4 tablodan ibarətdir. Nəşriyyatın çap məhsullarını əks etdirir. Bu yolla mən öz sənətimlə buradakı məhsullar arasında bir əlaqə qurmağa çalışıram. Eyni zamanda bir fotoseriya üzərində də işləyirəm ki, daha dərindən araşdırım və çap olunan media ilə vizual incəsənət arasındakı əlaqəni göstərim. Bu layihədə 100 ildən çox tarixi olan Azərbaycan nəşriyyatı incəsənətin dili ilə belə təcəssüm olunub. Bu simpoziumda 3 dənə rəsm əsəri eləyirəm və 6 dənə art obyektlər eləyirəm. 60-cı, 70-ci illərdən qalan şüşə qablardır, hansılar ki, o vaxt istifadə olunurdu. Onlar kimyəvi tərkiblər, kimya ilə əlaqədar. Onları istifadə elədim ən çoxusu və qəzetdə çap olunan plyonkalardan da istifadə elədim. Müasir formada onları göstərdim. Simpoziuma qatılan əcnəbi sənətkarlar yaradıcılıqlarını azad şəkildə ifadə etmək üçün buranı yüksək qiymətləndirirdilər. And they always believe in the Orient soul. Burada şərqin ruhuna inanan sənətkarlarla birlikdə işləmək fürsəti qazandım. Azərbaycanın bu qədər gözəl olduğunu təsəvvür etməmişdim. Mənim üçün bu tamamilə yeni bir təcrübə idi. Sanki bu anları siz əsrlər boyu gözləmisiniz. Mən bura gələndə diqqətimi bu divar çəkdi. Tək tənha idi, üzərində heç nə yox idi. Sanki əziyyət çəkirdi, səssizcə əzab içində idi və məni köməyə çağırırdı. Elə bil deyirdi ki, bura bir kəpənək gətirib taxın və o kəpənək yalnız gecələr görünsün. Amma kəpənəklər uzun yaşamır axı. Bu bir növ poetik düşüncədir. Make us remember the human being. Simpozium yerli və xarici rəssamların öz potensialını nümayiş etdirməsi üçün böyük fürsətdir. İncəsənət və mətbuatın sintezi olan bu yaradıcı platforma iyulun 22-sinədək davam edəcək. Şamilə Şamil qızı, Mirəziz Mirəloğlu, ASTV xəbər.